Rusiyanın Yekaterinburg vilayətində qətlə yetirilən Azərbaycanlı qardaşların meyitlərinin daxili müayinələri zamanı dərinin iç səthində çöldən küt alətin təsiri ilə geniş qansızmalar olduğu müəyyən edilib. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Professor Ədalət Həsənov meyitlərin ekspertiza rəyini açıqlayarkən deyib. Hüseyn Səfərovun meyidində aparılan xarici müayinə zamanı onun bədənində çoxsaylı travmalar aşkar edilib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin gəldiyi nəticəyə əsasən Hüseyn Səfərovun ölümünə səbəb aldığı xəsarətlər nəticəsində yaranan stres pozuntusu olub. Birliyin baş direktoru Ədalət Həsənov bildirdi ki, müayinə zamanı onun burun sümüyündə yerini dəyişən sınıq aşkarlanıb. Həmçinin döş qəfəsində ciddi deformasiyalar qeydə alınıb. Asimetrik vəziyyətdə olub. Sol göz ətrafı nahiyəsində hematoma aşkarlanıb. Üst və alt dodaqların selikli qişasında qançırlar olub. Çöldən küt alətlə vurulan zərbə nəticəsində dodaqlar dişlərə dəyib və bu səbəbdən həmin nahiyələrdə əzədələr yaranıb. Alının sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, hematomadan başqa orada həm də sıyrıqlar var idi. Alının sol qabar nahiyəsində geniş qançır, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində 2 ədəd qançır. Hər iki yuxarı ətraflarda əllərin arxa səthində qançırlar, xayalarda da qançır var. Baş direktor Ədalət Həsənov meyidinin daxili müayinəsi zamanı aşkar edilən xəsarətlərlə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə küt alətin təsiri nəticəsində Hüseyn Səfərovun baş dərisinin daxili səhətində geniş qansızmalar izlənib. Kəllə qapağı açıldıqdan sonra baş beynin həm səth qişasında, həm də yumşaq qişada qansızmalar, döş qəfəsinin küt travması ilə əlaqədar qabırğaların sınıqları, təxminən hər tərəfdə 7-8 qabırğanın yerdəyişən sınıqları müşahidə olunub. Eyni zamanda döş qəfəsinə endirilmiş küt travma səbəbilə təxminən hər iki tərəfdə 7-8 qabırğanın yerini dəyişmiş sınıqları aşkarlanıb. Və bu sınıqlar o dərəcədə kobud idi və yerdəyişən idi ki, yerini dəyişib sınıq ucları içəridə parietal plevranı və ağciyəri zədələmişdi. Yəqin ki, orada mütləq döş qəfəsinə həm qan tökülüb, həm də ağciyərin içərisindən hava girib. Diafraqmada və peritonda da geniş qansızmalar var idi. Onun sözlərinə görə Ziyəddin Səfərovun meyidinin daxili müayinəsi zamanı aşkarlanan dəyişikliklər heç də Hüseyn Səfərovun meyidinə qoyulan diaqnozlardan fərqlənmir. Müayinə zamanı başın dəri örtüyünün iç səhətində, baş beynin sərt və yumşaq qişalarında qansızmalar, döş qəfəsinin küt travması, sıxılması aşkarlanıb. Ən çox xüsusilə 2 xətt üzrə çoxsaylı sınıqlar var idi. Sol tərəfdə sol məmə xətti və ön qoltuqaltı xətt üzrə sınıqlar. Sağda isə paravertebral onurğanın sağ tərəfi boyunca sınıqlar. Bu hiss olunur ki, ön sol tərəfdən güclü sıxılmışdır və həm solda ön tərəfdə, sağda, arxa tərəfdə bütün qabırğalar hamısı sınıblar. Kobud sınıqlardır. Yerdəyişən sınıqlardır. Onlar da ağciyəri zədələyiblər. Hətta qabırğalardan birini biz tapa bilmədik, onu oradan götürüblər. Biz bir-bir qabırğalara baxdıq, qabırğanın biri yox idi. Qeyd edək ki, iyunun 30-da həmyerlilərimizin meyilləri təyyarə ilə ölkəmizə gətirilib. Daha sonra meyillər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub və xüsusi komissiya tərəfindən müayinə edilib. Rəşad Vəkiloğlu, Bəhəm Mahir qızı, Əfqan Bayramov, Space xəbər.